Herkese salam əziz izləyicilərimiz. Bugün bizim üçün çox önəmli bir gündür. Çünki bugün doğma kanalımız Biznes TV-nin təsis edilməsindən 2 il ötür. 25 aprel 2024-cü il. Bu tarix artıq 2 ildir ki, sadəcə sahibkarların yox, biznes dünyasının güzgüsü olan Biznes TV-nin də ad günüdür. Aktiv fəaliyyətimiz sadəcə 1 il davam edir. Amma bu qısa müddətə baxmayaraq Biznes TV ondan artıq platformada yayımlanır. Bununla yanaşı kanalımızda bir-birindən maraqlı və rəngarəng verilişlər də yayımlanır. Biz iqtisadiyyatın quru statistikasını, rəqəmlərin dilini hər kəs üçün asan, sadə və anlaşılan etməyə çalışırıq. Bugün burada yığışmağımız isə əbəs yerə deyil. Çünki bugün Biznes TV-nin təsis edilməsinin 2-ci il dönümü münasibəti ilə viktorina elan edirik. Mən sizə Biznes TV-yə aid və kanalımızda yayımlanan verilişlərimizə aid suallar verəcəm. Düzgün cavablar tapanlar isə bizdən fərqli və qiymətli hədiyyələr qazanacaq. Çalışın, aktiv iştirak edin. Çünki suallarımız maraqlı və hədiyyələrimiz isə çoxdur. Hazırsınızsa başlayaq. İndi isə ilk iştirakçımızı fanusun içindən təsadüfi olaraq seçəcəm. İlk şanslı iştirakçımız Sultanlı Cimnaz. Zəhmət olmasa gəlin səhnəyə. Vaxt limitiniz yoxdur, rahat fikirləşin. Hazırsınız? Bəli, Həyəcan var. Səs tonundan hiss edirəm ki, var. bəli. Başlayaq. Cimnaz xanım, Biznes TV hansı sahədə ixtisaslaşıb? A. Sosial, B. İqtisadi, C. Siyasi. İqtisadi yəqin ki, İqtisadi. iqtisadi olan. Qeydə alaq cavabını Cimnaz xanımın. İqtisadi cavabını seçdi Cimnaz xanım. Təbrik eləyirik, düzgün cavabı idi. Alqışlar, alqışlar. Birazdan siz də burada iştirak eləyəcəksiniz. Təbrik eləyirik Cimnaz xanım. Zəhmət olmasa, hara gedirsiniz? Biz sizə hədiyyəsiz göndərərik buradan. Zəhmət olmasa bu qutunun içindən təsadüfi olaraq bir kupon seçin. Cimnaz xanım Ətirşahdan gözəl bir ətir qazandı. Təbrik edirik sizi. Zəhmət olmasa təqdim eləyək. Cimnaz xanım buyurun. Təbrik edirik. İştirak elədiyiniz üçün ayrıca təşəkkür edirik sizə. Emil bəy, Biznes TV-ni izləyirsiniz? Bəli, sizin verilişinizi ən çox izləyirəm. Mən verilişimi izləyirəm. Bəli, bəli. Xalq artisti Eldar Mansurov Biznes TV-də yayımlanan hansı verilişin qonağı olub? A. Perspektiv, B. Ay görünəndə, C. Daha aydın. Daha aydın veriliş olsun. Daha aydın. Son qərarınızı qeydə alaq. Təbrik eləyirəm. Daha aydın, düzgün cavabıydı. İnsan Yaşam Mərkəzindən endirim kuponu əldə etdi sizdə. Zəhmət olmasa. Buyurun. Bundan sonra yəqin ki, daha çox baxacaqsınız bizim verilişlərə. Bəli, bəli, mütləq. Rəşdə xanım, Biznes TV-ni izləyirsiniz? Bəli, qabağıma çıxıb Instagram platformasında Çox gözəl. Həyəcan var. biraz. Keçə bilərik sualınıza. Başlayaq. Biznes TV-də yayımlanan hansı verilişdə iş adamlarına iqtisadi məsləhətlər verilir? A. Fərhad və şirkət, B. İqtisadi məsləhət, C. Biznesi necə inkişaf etdirməli? B. İqtisadi məsləhət. Son qərarınızdır. Vaxt limiti yoxdur, biraz da fikirləşə bilərsiniz. Onda C olsun, deyirəm. C seçirsiniz. Son qərarınızı qeydə alaq. Bəli. Qeydə alaq bu cavabı. Təəssüf. A variantı idi. Fərhad və şirkətdir verilişimiz anında. Amma eybi yox. Siz səhv cavab verdiniz, amma biz sizi buradan əliboş göndərmək istəmirik. Ona görə də zəhmət olmasa ilğimdən hədiyyəmizi təqdim eləyək. Bundan sonra yəqin ki, izləyəcəksiniz. Bəli, bəli. Bütün verilişlərimizdən xəbərdar olacaqsınız. İnşallah, inşallah. Biznes TV-də yayımlanan pul gətirər verilişinin aparıcısı kimdir? A. Kamil Vəlicanov, B. Elmar Əbilov, C. Fərhad Pərvizi. C daha yaxın gəlir əslində. Mən dedim, çox uzağa getməyə ehtiyac yoxdur. A olsun. A. Uzağa getməyək, bəli. A variantı seçirsiniz. Qeydə alaq.
Səhv olsa mənlik ola bilməz, çünki pul gətirə verilişin aparıcısı mənəm və siz düzgün cavab verdiniz. A variantı düzgün cavabı idi. Mən biraz istədim həyecanlandırım. Siz qismən dediniz, mənə biraz qıcıqlandırdınız. Eybi yox. İnsan Yaşam Mərkəzindən endirim kuponu əldə etdiniz. Təbrik edirəm mən sizi. Yəqin ki, bugündən sonra sosial şəbəkədə və TV-də izləyəcəksiniz. İnşallah, bəli, elə ümid eləyirəm. Rəhim bəy, Biznes TV-ni izləmisiniz? Bəli, izləmişəm. Hansı verilişləri əsasən daha çox izləyirsiniz? O işə qəbulla bağlı, vakansiyalarla bağlı veriliş var idi, onu izləyirdi. Geri dönüş edərik, bəli. Bəli, bir də sizin təqdimatınızda olan veriliş var. Necə? Qazandıran veriliş var. Eşidirsiniz, qazandıran veriliş. Hazırsınızsa keçək sualımıza. Bəli, buyurun. Biznes TV-də fərqli şirkətlər üçün əməkdaş seçən veriliş hansıdır? A. Pul gətirər. B. Perspektiv. C. Geri dönüş edərik. Geri dönüş edərik. Son qərarınızdır. Dediyim veriliş bu idi elə, geri dönüş edərik. Bəli, Son qərarınızdır. Qeydə alaq. bəli, bəli. Qeydə alaq. Təbrik edirəm mən sizi. Düzgün cavabı idi. Ha, indi isə baxaq görək nə hədiyyə çıxır sizə. Buyurun, seçin birini. Buyurun. Təbrik edirik bir daha sizi. Təəssüratlarınızı bölüşə bilərsiniz bizlə. Çox maraqlı bir təəssürat oldu həqiqətən. Təşəkkür edirik hər kəsə. Biz də sizə təşəkkür edirik. Biznes TV qazandırmağa davam edir. Daha aydın verilişində fərqli vaxtlarda qonaq olan ata və oğul kimdir? A. Qəşəm Nəcəfzadə və Kəramət Böyükçöl. B. Rafael və Fuad İskəndərov. C. Əlikram və Qalib Bayramov. A variantı. A variant seçirsiniz. Aha, bəy. Qəşəm Nəcəfzadə və Kəramət Böyükçöl. Bəy. Təbrik edirəm sizi. Düzgün cavabı idi A variantı. İştirak etdiyiniz üçün çox sağ olun. Biznes TV-də yayımlanan hansı verilişdə ictimai-siyasi müzakirələr aparılır? A. Müzakirə. B. Gündəm. C. Perspektiv. Perspektiv. Son qərarınızı qeydə alaq. Bəli. Qeydə alaq bu cavabı. Perspektiv düzgün cavabdır. Təbrik edirik sizi. Siz də İnsan Yaşam Mərkəzindən endirim kuponu qazandınız. Zəhmət olmasa təqdim eləyək. Alqışlar, alqışlar, alqışlar. Ən çox sevdiyiniz veriliş hansıdır? Ən çox sevdiyim pul gətirərdi. Görürsüz, görürsüz. Sizə görə izləyirəm yəni. Çox sağ olun. Mart ayının nəticələrinə görə Biznes TV YouTube-un Azərbaycan segmentində kanallar arasında neçənci yerdə qərarlaşır? A. 8, B. 10, C. 15. Bu mənim qabağıma çıxıb 10-cu yerdir. Mart ayı. Mart ayı 10-cu yer. Son qərarınız. Bəli, son qərarım. Vaxt limitiniz yox idi. Biraz da fikirləşməyə yenə vaxt var idi. Amma yaxşı ki fikirləşmədiniz. Düzgün cavab B variantı 10 idi. Təbrik eləyirik. Alqışlar. Hacı Ağa bəy, bir daha təbrik edirəm sizi. Çox sağ olun, təşəkkür edirəm. İnşallah növbəti yaş günlərinizi də belə qeyd edəsiniz. Yenə də burada yığışaq. Pul gətirər verilişinin aparıcısı küçədə insanlara yaxınlaşanda ilk hansı sualı verir? A. Verilişimizdə iştirak etmək istərdiniz. B. Üstünüzdə nə qədər pul var? C. Pul qazanmaq istəyirsiniz. C. Pul qazanmaq istəyirsiniz. Son qərarında Tuncay bu. Bəli. Tuncay, mən haçan elə bir sual vermişəm. Mən yaxınlaşana deyirəm ki, üstünüzdə nə qədər pul var? Ola bilər. Səhv cavabı idi, təəssüf. Eybi yox, biz səni əli boş göndərmirik. Alqışlar. Çox sağ olun. Təbrik edirik sizi. İştirak etdiyiniz üçün çox sağ olun. Sizi zəhmət olmasa təqdim eləyək. Buyurun. Buyurun, təbrik edirəm mən sizi. Buyurun. Təbrik edirəm sizi. Mamajan restoranından 2 nəfərlik səhər yeməyi qazandınız. Daimi izləyicimiz olacaqsınız bundan sonra. Bəli, bəli. Söz verir. Söz verir. İnşallah bundan sonra izləyəcəyik. Maraqlı verilişlər hazırlayırlar. Siz də burada çox maraqlı suallar verirsiniz. Mənim üçün də maraqlı oldu. Daimi izləyəcəyik. Biz sizə qazandırdıq və sizi qazandıq. Təbrik edirəm bir daha sizi. Ederim. Biznes TV'yi izleyin, izletin. Bugün Biznes TV-nin təsis günündə tamaşaçılarımıza bol-bol hədiyyələr qazandırdı. Bizi izləməyə davam edin ki, daha çox qazanasınız. Gələn görüşlərə dək sağ olun.